Müsəlmanlar barbardırlar. Müsəlmanlar vəhşidirlər. Hə, bəlkə də. Amma insan zooparklarını da biz icad etməmişdik. Hansı ki onların sonuncusu da 60-cı illərdə bağlandı. Müsəlmanlar barbardırlar. Hə, amma qaz hücrələrini, elektrikli stolları və nasis əsil düşərgələrini də biz icad etməmişik. Müsəlmanlar barbardırlar. Hə, amma biz heç vaxt qara dərili insanları linç edərək, sırf keyfimizə görə öldürə biləcəyimiz heç bir haqqa sahib olmayan məxluqlar olaraq görməmişik. Müsəlmanlar barbardırlar. Hə, bəlkə də, amma biz aşağı irqlərin soyqırımına bəraət qazandırmaq üçün Yevgenika kimi saxta elmlər icad etməmişik. Müsəlmanlar barbardırlar. Hə, amma 2 Amerikanın yerli əhalisinin kütləvi soyqırımını həyata keçirən bizlər deyildik. Müsəlmanlar barbardırlar. Hə, amma Kongo xalqı rezin hasilatında gündəlik normanı yerinə yetirmədiyinə görə onların bədən üzvlərini kəsən də biz deyildik. Müsəlmanlar barbardırlar. Hə, amma uşaqları, qadınları, qocaları qaz hücrələrində sırf onların mənşəyinə görə öldürən də biz deyildik. Müsəlmanlar barbardırlar. Hə, bəlkə də, amma 2 insanı cütləşdirib onu da kameraya çəkib sonra da bütün dünyaya yayıb satmaq ideyası da bizə aid deyildi. Pornografiyanı nəzərdə tuturam əgər anlamadınızsa. Müsəlmanlar barbardırlar. Hə, amma biz uşaqları ana atasından zorla alıb geylərə övladlığa vermirik. Müsəlmanlar barbardırlar. Hə, amma biz heç vaxt uşaq pornoqrafiyasına təkan verib dəstəkləməmişik. Müsəlmanlar barbardırlar. Hə, amma ən böyük porno studiyaların hamısı da elə 1-ci dünya ölkələrində yerləşir. Müsəlmanlar barbardırlar. Hə, amma biz heç vaxt əsir düşərgələrindəki məhbusların üzərində təcrübələr aparmamışıq. Müsəlmanlar barbardırlar. Hə, amma biz Əlcəzairliləri soyqırım edib sonra da onların kəllə sümüklərini muzeylərdə saxlamırıq. Müsəlmanlar barbardırlar. Hə, amma biz heç vaxt insanları qəsdən sifilisə yoluxdurub sonra da xəstəlik dönəminin müşahidələrini aparmırıq. Müsəlmanlar barbardırlar. Hə, amma biz heç vaxt aşağı təbəqəli qadınları məcburi sterilizasiyaya məruz qoymamışıq. Müsəlmanlar barbardırlar. Hə, bəlkə də, amma lobotomiyanı da biz icad etməmişdik. Müsəlmanlar barbardırlar. Hə, amma biz nüvə silahlarını başqa ölkələrin ərazisində sınaqdan keçirib insanları radiasiyaya yoluxdurmamışıq. Müsəlmanlar barbardırlar. Hə, amma biz sırf başqa ölkələrə güc göstərisi olsun deyə Yaponların üstünə nüvə bombası atmamışıq. Müsəlmanlar barbardırlar. Hə, amma biz heç vaxt sırf qara dərililəri bir növ fərqli hesab etdiyimiz üçün segregasiya və apartheid siyasəti həyata keçirməmişik. Təəccüblüdür, elə deyilmi? Az öncə qeyd olunanların hamısını bugün insan haqları, bərabərlik və mənəviyyat deyərək ən çox qışqıranların elə özləri törədiblər. Amma bütün bunları onlara xatırladanda cavab olaraq bunu eşidirsən. Amma biz penisilin icad etmişik. İnternet və iPhone icad etmişik. Vau, təbrik edirəm. Məncə siz bütün bunları əsrlər boyu istismar etdiyiniz həmin xalqlara təmənnasız verməliydiniz. Rəbbim bizi belə iki üzlü alçaqların şərrindən qorusun.